Ananız sizi necə böyüdüb, hansı əziyyətlərdən keçib, heç soruşmusunuzmu? Bir anlıq özümü anamın yerinə təsəvvür eləyəndə dəhşətə gəlirəm. Nə yaxşı ki, mən o vaxtı o məsuliyyətləri götürməmişəm. Paltar yuyanın, bezin, rahatlığın olmadığı bir dövrdə. Uşağın bələyi, əskisi, qaynar suyla yuyub, bulaqdan su gətir, çox çətin şəraitlərdən keçiblər analarımız. Həqiqətən də cənnət anaların ayaqları altındadır. Hələ bizim analarımız, Allah onları qorusun. Onlar daha da çətinliklər görüblər. Çox şükür texnologiya inkişaf eləyib, hər şey daha da asanlaşıb, amma uşaqlarımız dəcəlləşib ya da biz səbirsizləşmişik, onu ucu bilmirəm. 2 oğlumdan sonra qızımı böyütməyim mənim üçün bir başqa bir macəra mı deyim sizə, yenilik mi deyim, bu tamam fərqli bir hissdir. Mənim bu yolda köməkçim isə evi baby bezləridir. Hər iki övladımı 3 yaşında bezdən tərk etmişəm, qızımın da 2 yaşı yenicə olub, istəyirəm ki, zamanla yavaş-yavaş özü tərk etsin. Ona görə hələ də evi baby bezləri bizimlə bir müddətdə dostluq eləməli olacaq. Sürətli hopdurması mı deyim, yumuşaq və həssas dəriyə uyğun quruluşunu mu deyim, sızdırmaya qarşı və qorumasını mı deyim, hansını deyim bilmirəm, hər tərəfli bizim könlümüzü şad eləyib. Burada gördüyünüz kimi körpəm bezin içərisində özünü çox rahat hiss eləyir, rahat hərəkətlər eləyir, gecə boyu da rahat yatır, mənim üçün bu çox önəmlidir. Ən əsası da sızdırmaması, geyimlərinin batmaması, təkcə geyimlərdən də söhbət getmir, döşəyinin, yorğanının batmaması üçün düzgün seçim həmişə önəmlidir, düzgün bez seçimi, düzgün taxılış qaydası da vacibdir. Sonda isə analardan xahişim budur ki, videonu bəyəndinizsə əgər takib atıb yorum yazmağı və like etməyi unutmayın. Bir də mütləq yeni ana olmuş rəfiqənizə göndərin ki, seçimini etməyi bilsin.